Eren test toplusu söz yaradıcı bölməsi 35-ci sualın izahı. Uyğunluğu müəyyən edin. Sadə isim düzəltmə feil kimi düşünülə bilər. Deməli, sadə isim və düzəltmə feil kimi düşünülə bilər. Alın. Deməli, aldan, alınmaq. Burada sadə isim yox, düzəltmə. Sadə isimdə alın. İnsanın alını mənasında sadə isim oldu. Sonra alınmaq feil kimi oldu və düzəltmə oldu. Deməli, bir bizə lazım olan variantdır. Uyğunluq üçün istəyir. Sonra qoyun, qoymaq feillə qoyun. Bu sadə feil. Bir də var insanın qoyunu, qucağı. Bir də var heyvan qoyun. Hər ikisində də sadə isim olur. Amma bizə lazımdır düzəltmə feil olsun. Burada düzəltmə feil olmadığı üçün biz ikinci varianta çıxırıq. Əkin, əkdən, əkin. Düzəltmə isim kimi düzəltmə olur. Əkin sahəsi isim kimi düzəltmə olur. Amma əkmək sözündən əkin əmr formasında sadə feil olur. Amma bizə lazımdır ki, sadə isim olsun. Düzəltmə feil olsun. Burada tərsinədir. Bu baxına üstə çıxırıq. Sonra sadə feil və düzəltmə isim kimi düşünülə bilər. Deməli, sadə feil və düzəltmə isim. Baxmaq sözündən baxım. Deməli, ismi düzəltmə isim oldu. Sonra bir də var mən baxım misal üçün. Bu baxımdan da feil oldu və sadə oldu. Feil, sadə feil. Bizə də sadə feil düzəltmə isim 4-ə götürürük. Dözüm, dözüm, düzəltmə. Feil oldu, isim oldu dözüm. Nə dözüm? İsim. Dözüm, mən dözüm qramatikonda sadə feil olur. Feil, sadə feil. Sadə feil və düzəltmə isim 5-də götürürük. Deməli, bu cərgədən sadə feillə düzəltmə ismi, burada isə sadə isimlə düzəltmə feili götürdük. Deməli, 1, 4, 5 cavabımız oldu E variantı 35-də.